Bəzən görürsən möminlər, yəni ibadət əhli olan şəxslər, təbii ki, məsələ hamıya aiddir, məxsusən möminləri qəsd edirəm, yəni o şəxslər ki, ibadət əhlidirlər, təqlid edirlər. Görürsən, bir məclisdə, istər toy olsun, istər hər hansı bir məclis olsun, əyləşdikləri süfrədə haram olan içkilərdən içilir. Bunlar da o məclisdə həmin o süfrədə əyləşirlər. Yəni, məxsusən bu şəxsin oturduğu süfrədə haram olan içki içilir. Bu şəxs də, deyək, namaz əhlidir, içki içmir, haramdır, məlum. Amma o süfrədə oturur, bir kənarda, məsələn, halal təamlardan yeyir, halal içkilərdən içir, amma təbii ki, o biri haramlardan içmir. Və bunu da əsas gətirir ki, mən özüm içmirəm, onlar içir, ondan mənə nə? Bu fikirlə, bu məntiqlə o süfrədə əyləşir. Bəzən də görürsən ki, heç o süfrədən ümumiyyətlə yemir, içmir. Sadəcə həmin o süfrə başında əyləşənlərlə birlikdə əyləşir. Görən bunun hökmü nədir? İçki olan, haram içki olan süfrədə oturmaq, bir dəfə oturub bir şey yemək, bunun hökmü nədir? Bir dəfə yemədən, içmədən oturmaq sadəcə. Görək bu iki halda bu şəxsin vəzifəsi nədir? Bu sualın cavabını oxuyaram Ayətullah Seyyid Əli Sistaninin Əl-Məsailul Muntaxabə adlı risaləsindən səhifə 345, məsələ 1239. İstəyən şəxslər də müraciət edib baxa bilər. Bismillah, Seyyid nə buyurur? Buyurur, Yahrumul əkil, yemək haramdır. Min maidətin, o süfrədən ki, yüşrəbu aleyha şeyun minəl xəmir, avul muskir. Buyurur, o süfrədə ki, xəmr içilir. Xəmr, yəni məsələn, üzümdən ələ gələn şərab. Yaxud muskir, yaxud hər hansı bir məst edici bir içki olsun. Xülasə, məst edici haram olan içkilərdən hər hansı bir şey bir süfrədə içilirsə, Seyyid buyurur ki, həmin o süfrədən bir şey yemək haramdır. Fətva verib Seyyid. Orada oturdu, içki içməsə belə haramlardan. O süfrədən çörək, hər hansı bir, məsələn, halal təamlardan pendir, göyərti, ət, xulasa yeməyi haramdır. Orada oturub yemək haramdır. Bəl yahrumul culus aleyha aydən ələl əhvət lüzumən. Bəlkə deyir, ehtiyat lazımə əsasən təkcə orada oturmaq da belə haramdır. Oturmaq, yəni heç bir şey yemədən oturmaq da belə ehtiyat lazımə əsasən haramdır. İki hal qeyd elədik. Bir, oturub nə isə yemək o süfrədə. Məsələn, 10 nəfər oturub, 10 nəfərdən biri budur. 10 nəfərin bir neçəsi içir haram içkilərdən, yeyir. Bu da sadəcə oturub halal təamlardan yeyir. Seyyid buyurur ki, orada oturub bir şey yeməyin özü haramdır. Yəni, bu şəxs günah iş görüb. Yəni, günah qazanıb, haram iş görüb. İkinci surət dedik ki, heç bir şey yemədən oturub sadəcə həmin o süfrədə, Seyyid buyurur ki, bu surətdə də ehtiyat lüzuma əsasən haram iş görür. Yəni, düşünməsin ki, mən yemirəm, içmirəm, oturmuşam sadəcə. Seyyid buyurur ki, yox, ehtiyat lazımə əsasən haram iş görürsən. Birinci surətdə fətvadır, haramdır, gərək müqəllid, mümin bu işdən çəkinsin. İkinci surətdə, təbii ki, yenə də qeyd edirəm, müminə məxsus deyil bu hökm, hər bir şəxsə aiddir. Yəni, mən məxsusən indi o biri şəxslər bilmir, müminlər ki, içkinin haramlığın filan o şeyləri bilirlər. Yəni, otururlar, əyləşirlər o məclisdə. Bunu bilmələri mühümdür ki, oturub yemək haramdır. Yemədən oturmaq da, heç bir şey etmədən oturmaq da ehtiyat lazımə əsasən haramdır. Ancaq Seyyidin müqəllidləri, Seyyid Sistani ağanın müqəllidləri bu məsələdə, bu ehtiyatda ya
gərək seyyidin bu ehtiyatına əməl eləsin, o süfrədə əyləşməsin, ya da ki, bu məsələdə başqa bir ələm fəqihə udul eləsin ki, ta görsün o ağa icazəli bilir, yoxsa yox. İcazəli bilsə, o süfrədə heç nə yemədən, içmədən otura bilər, icazəli olacaq. Təbii ki, ələm fələləm qaydasına riayət eləməklə elə Sistanağa ehtiyat deyir, baxım, ya Allah, hansı müştəhid kiminsə birinin risaləsindən tapım oxuyum, yox. Seyyiddən sonra ələm olan fəqihdən söhbət gedir.